Əvəzlik mövzusu şagirdlərin çətinlik çəkdiyi mövzudur. Çünki əvəzlik mövzusu geniş bir mövzudur və onun növlər çox olduğuna görə şagirdlər bəzən qarışdırır test işlərkən. Lakin mən bir neçə qeydlər edəcəm. Siz test işlərkən daha asan yolla işləyəcəksiniz. Əziz şagirdlər, ilk öncə onu deyim ki, əvəzlik mövzusunu, əvəzliyin növlərini əzbər bilməlisiniz. Növlərini bilməsəz testlərdə işləyə bilməyəcəksiniz. Ondan əlavə qeyd edim ki, ilk öncə şəxs əvəzliklərini testdə tapmaq asandır. Əsasən cümlənin əvvəlində işlənir. Cümlənin əvvəlində nöqtələr varsa, çox güman ki 60-70% orada biz şəxs əvəzliyi qoyuruq. Qalan faizdə cümləni tərcümə edərək tapmalısınız. Obyekt əvəzlikləri isə əsasən feildən və prepositionlardan, yəni söz önlərindən sonra işlənir. Məsələn, söz önüdür yaxud da feildir. Onlardan sonra nöqtələr gəlibsə, siz orada obyekt əvəzliklərini qoya bilərsiniz və əzbər bilmək hökməndir. Ondan əlavə yelik əvəzlikləri iki cür olur. Aslı yelik əvəzlikləri və müstəqil yelik əvəzlikləri. Aslı yelik əvəzlikləri isimdən aslıdır. Yəni özlərindən sonra hökmən isim gəlməlidir. Məsələn, my book, mənim kitabım. Heç burada yəni biz həmişə nəsə bir isim qoymalıyıq. Ona görə də onlar aslı yelik əvəzlikləri adlanır. Müstəqil yelik əvəzlikləri isə özündən sonra isim tələb etmir. Onlardan sonra heç vaxt isim gəlməz və adətən onlar cümlənin sonunda işlənir. Məsələn, cümlənin sonunda nöqtələr varsa, orada çox güman ki, müstəqil yelik əvəzliyini qoya bilərsiniz, əgər özündən əvvəl feil yoxdursa. Və ondan əlavə qeyd edim ki, müstəqil yelik əvəzliklərini əzbərləmək asandır. Aslı yelik əvəzliklərinin S-li formasıdır. Baxın, sonunda S var. Hər biri eynidir demək olar. Sadəcə my və mine və əvəzliklər fərqlənir. Ondan əlavə his, its əvəzlikləri də eynidir. Yəni test işləyərkən çaşbaş qalmayın. Qayıdış əvəzliklərini də testdə tapmaq asandır. Məsələn, cümlənin mübtədası I'dirsə, myself olacaq, you'dursa yourself olacaq. Digərləri də eyni qaydada. Sadəcə bunları əzbər bilsəniz yaxşı olar. Daha test taparsınız. Bir neçə qeyd edim ki, cümləniz let's sözü ilə başlayırsa, onda çox güman ki, cavablarda ourselves axtarmalısınız. Və əmrlə başlayan cümlələrdə isə ya yourself ya da yourselves götürməlisiniz. Əgər sizin mübtədanız təkdədirsə və ya da xitab təkdədirsə, onda yourself götürməlisiniz. Yox, əgər cəmdədirsə, məsələn, boys cəm olduğuna görə biz artıq yourselves götürməliyik. Bəs əmr cümləsini necə tapmalısınız? Əgər cümlədə, məsələn, mübtəda verilib və ad verilib, ondan sonra vergül var, onda demək ki, o cümlə əmr cümləsidir və tərcümə edərək tapa bilərsiniz. İşarə əvəzlikləri də çox asan və azdır. İşarə əvəzliklərini bilməniz gərəkən zis və zət təkdə işlənir və onlardan sonra heç vaxt cəm, isim və cəm xəbər gəlmir. Zis və zus isə cəmdə işlənir və onlardan sonra hökmən cəm isim, cəm xəbər gəlməlidir. Məsələn, siz zis are deyə bilməzsiniz.